Deyim ki, bu gül qabının qiyməti 50 manatdır. Bir ədədini kraskalamışıq, 2 ədədi var. Bunlar biraz fərqliliyi nədədir də deyəcəm. Bu profildən yığılıb 20-nin 20-yə profil. Biraz aralıdan çəkeyim. Bu 20-nin 20-yə profildəndir. Bu isə 16-lıq kvadratdandır. Yəni bu biraz ağır bir şeydir. Amma qiymətdə fərq eləmir, eyni qiymətdir. Burada fərq eləyən qiymət yalnız bir dənə gül qabıdır. O da bax budur. Bu 150 manatdır. Yəni inan ki 50 manata heç yerdə belə bir gül qabı yoxdur. Kiməsə maraqlıdırsa əlaqə saxlasın, yerindən satışdır. Yəni bunu çatdırılma eləyə bilmirik. Düzdür, Sumqayıt içidirsə bəlkə eləmək olar. Onu da danışarıq. Amma hələ ki 50 manatda ola bilsin, yaxın günlərdə qiymət dəyişir. Çünki bu 50 manata belə bir gül qabı heç bir yerdə yoxdur. Bunların istədiyiniz rəngi vura bilərik. İstədiyiniz indi orada seçimlər olacaq. Yəni rəng seçim. Bunları sadəcə qara rəngdə vurmuşuq ki, müştəri yəni tam hazır vəziyyətini görsün. Burada taxta olmur, burada olur. Burada taxta niyə olmur? Çünki zaten səliqəli list işlənilib.